Tarixin ən qədim sənədləşdirilmiş iş dayandırma aksiyası harda olub bilirsənmi? Qədim Misirdə. Yox, piramidalar deyil. Firon 3-cü Ramzesin məzarını hazırlayan ustalar, Deyr Əl-Mədinədə yaşayan işçilər. Onların maaşı pul deyildi, taxıl, çörək, ərzaq payı idi. Amma paylar gecikdi, günlər keçdi və nəhayət 18 gün səbirlə gözlədilər. Sonra alətləri yerə qoyub dedilər, biz acıq. İşçilər işi dayandırıb, dəstə ilə məbədlərə tərəf getdilər və oturaq etiraz etdilər. Bizə yemək verin. Dövlət üçün bu şok idi, çünki onlar Fironun ən vacib işində çalışırdılar. Sonda məmurlar məcbur qalıb anbarlardan taxıl verdilər. İşçilər qayıtdı. Amma problem bitmədi, sonra yenə təkrarlanırdı. Ən maraqlısı isə, bu hadisə papirusda yazılıb. Turin muzeyində saxlanılan məşhur Kat 1880 nömrəli papirusda. İndi təsəvvür et, 18 gün maaşın yerinə keçən ərzaq gəlməsəydi, sən nə edərdin? Belə qəribə tarixi hekayələr xoşuna gəlirsə, kanala abunə ol.